1 aylıq sünnət yoxsa 5 yaşında sünnət? 1 aylıq sünnət. Lokal keyitmə yoxsa ümumi anesteziya? 1 yaşa qədər lokal kineştimlər, 1 yaşdan 7 yaş arasında ümumi anesteziya, 7 yaşdan yuxarı əgər uşaq qorxmursa, lokal kineştimlər, qorxmursa ümumi anesteziya. Lazer sünnət yoxsa klassik sünnət? Lazer sünnət. Əməliyyatdan sonra dur yoxsa gözləmək? Gözləmək. Dəllək yoxsa həkim? Əlbəttə ki, həkim. Sünnətdən sonra sarğı yoxsa açıq qulluq? Bir gün sarğı, daha sonra açıq qulluq. Batıq penis varsa, əvvəl sünnət olmalıdır yoxsa sonra sünnət olmalıdır? Batıq penis varsa 1 il qədər gözlənilir. Batıqlıq qalırsa, sünnətlə əməliyyat eyni zamanda edilməlidir. Evdə qulluq yoxsa hər gün həkim nəzarəti? Əlbəttə ki, hər gün həkimin nəzarəti daha güclüdür, daha etibar alınır, amma maddiyyat baxımından bu daha çox məsələ etdiyi üçün evdə qulluq yetərli olmur. Ağrı hiss edilən zaman dərhal dərman vermək yoxsa gözləmək? Ağrı hiss edilən zaman ilk günlərdə ağrı kəsici vermək olar.